Qoy görək niyə gəliblər? Nə deyirlər? Çıx gör, nə istəyirlər? Bəlkə ayaqlarının altına bir xalça da salaq Kərbəlayı! Nə? Kimi istəyirsiniz? Evin kişisini soruşarlar. O sizi görmək istəmir. Qış vaxtı bu nə yaylağa çıxmaqdır, Kərbəlayı? Tapa da bilmirik. Canımıza elə bir od salıblar ki, aranda da oturaq. Gərək sən bu işə qol qoymayaydın, Abbasqulu bəy. Bir-birimizə hörmətimiz var, duz çörək kəsmişik. Onu ayaqlamaq çox ağırdır. Mənim davam sənlə deyil, təzə hökumətləndi. Üstünüzə silahlı dəstə göndərmək istərdilər, Kərbəlayım. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər. Deməli mənə hörmət eləyiblər. Nə qədər ki, yerimdə sakit oturmuşdum, heç kəs məni saymırdı. İtin qurdun ayağına verirdilər, başımdan basırdılar. Elə ki gördülər, yox, ölməmişəm. Dünyanın gediş-gəlişini başa düşürəm. Onda məni hörmətə mindirdilər. Mənə belə hörmət lazım deyil. Qoy lap qoşun göndərsinlər. Bir yaxşı fikirləş. Gör bunun axırı nə ilə qutara bilər. Hökumətlik eləməyəcəksən ki. Mən belə hökumət tanımıram. Kərbəlayı. Yaşına görə çox şey görmüsən. Neçə ölkələrin torpağına ayaqlamısan. Zamana bizə çox şey öyrədib. Odur ki, gərək hər şeyi saf-çürük eləyik. Yaxşını pisdən ayıraq. Şura hökuməti